hamiləlikdə baş ağrısı normaldır. Bu təbii ki, xeyr. Niyə? Baş ağrısı nə deməkdir? Ya hamilədə qan azlığı var, ya təzyiqi aşağıdır, ya təzyiqi yuxarıdır, ya əsəbləşib stres keçirdir, ya yuxu rejimi pozulur, ya da ki, olur bəzən əvvəlcədən keçirmiş bəzi xəstəliklər fonunda beyin qan dövranında pozulma əlaməti ola bilər. Bunu da istifadə etdiyimiz nədir? İlk arterial təzyiqin ölçülməsi. Arterial təzyiqin mütləq hamilə öz ravoç davleniya deyirik, işçi təzyiqin bilməlidir ki, həkimə məlumat verəndə deyir, doktor başım ağrıyır. Momenti sual verir ki, normal təzyiqi nə qədərdir? Baxışda çox adam bilmir, amma onu bilmək lazımdır. Elektron təzyiq ölçüləri çox elə etibar eləməyin, ən yaxşısı köhnə marjinal olan təzyiq ölçüləridir. Bunun üçün sizə təqdim elədiyimiz üsul nədir? Keyfiniz, əhvalınız yaxşı olanda bir dənə davleniyazı ölçürsünüz. Bir yerə yazın metqaları ki, sizin normal halda, başınız ağrımayan halda, əhvalınızın yaxşı olan halda ravoç davleniyaz nə qədərdir? İşçi təzyiq deyirik, nə qədərdir? Aha, başınız ağrıyanda ölçəcəksiniz. Misal normal halda sizə deyək ki, 110-70'dir. Başınız ağrıyanda soruşuram ki, təzyiqi ölç, tez mənədir. Ölçürsünüz, 110'dursa, deyirsiniz ki, misal doktor düşüb 90'ın 60 olur və yaxud da 130'dur, 140'dır. Biz də bilirik ki, pasiyentin təzyiqi düşübmü, qalxıbmı, normasından nə qədər fərqlənib, ona uyğun dərman yazar. Və baş ağrılarının səbəblərinin bir çoxu da zobla əlaqələrdə qalxma vəzi ilə və böyrəklərin fəaliyyəti ilə. Yəni, silikdə zülal olanda da baxırıq ki, baş ağrı əlamətlərinə rast gəlirik.